Amerika Ermənistana nə verdi, Azərbaycana nə verdi? Amerika Ermənistana deyim nə verdi? Amerika Paşinyana, Ermənistana robot texnologiyası üçün zavodlar açacaqlar. Çip istehsalı üçün zavodlar, bircə zavodlar açacaqlar. Yapay zeka üçün zavodlar açacaqlar. Drone fabrika açacaqlar. İlkin olaraq 11 milyonluq drone veriblər. O dronlardan da nə istifadə edəcəklər? Aydın məsələdir. İrana qarşı, bizə qarşı, başqa kimə qarşı? Ermənistana bunu verdilər. Ermənistan, Paşinyan, Amerika ilə hər tərəfli müttəfiqlik imzalayıbdır. İstər iqtisadiyyat, istər səhiyyə, istər texnologiya və s. və ilaxirə. İndi isə Azərbaycan isə Amerika ilə hər tərəfli yox, təkcə strateji. Yəni İranı vuranda mənə lazımsan, yoxsa mənə lazım deyilsən. Təkcə strateji müttəfiqlik imzalayıbdır. İlham Əliyev nə qazandı? Ermənistan çiçəkləndi, zavodlar, yeni texnologiya, maşın qayırmadan belə hər cürə Ermənistana dəstək. Azərbaycana isə nə gətirdilər? Dəmir kaska və bronjilet. Bir də gülməli çıxmasın. Botlar. Bot bilirsiniz də nədir? Rezin botlar. O Bakıda dəniz su çox olur axı. Su çox olur və o suya görə botlar. Məni yenə də qınamayın. Çox güman ki, düşünürlər ki, İran Mingəçevir su anbarını vuracaq, 6 rayon suyun altında qalacaq. Önəmli adamları xilas eləmək ya önəmli adamlar güya ki, xilas edicilər o botlarda suyun içində gəlsinlər. Yəni Mingəçevir anbarı vurulanda İran tərəfindən, vurulmasa da Bakıda hər gün suyun içindədir Bakı. Orada, yəni bir növ bizə maskaraya qoyublar. Bir növ bizi yox, biz demək biz özümüzü millət mi hesab edirik? İlham Əliyev, Azərbaycan İlham Əliyev, kanalizasiya İlham Əliyev, işıq İlham Əliyev, su İlham Əliyev, molla İlham Əliyev, nə bilim, əxlaqsız İlham Əliyev. Hər şey İlham Əliyevlikdir. Biz millət olaraq bizi sayan yoxdur. Ona görə bizə Amerika verdi kaska, bronjilet və üzmək üçün botlar. Fikir verirsin? Dəyərləmə. İlham Əliyevə nə verdi dostlar? İlham Əliyevə nə verdi? Bunu verdi. Vəssalam. İlham Əliyevə nə kimi baxırlar? Ermənistana demokratik ölkə kimi baxırlar. Necə Azərbaycan xalqı Paşinyanı İlhamdan çox sevir. Bunu hər yerdə biz hiss edirik, görürük. Necə ola bilər Amerikada sevməsin? Demokratik ölkəni hər kəs sevir. Xalqın iradəsinin ifadə edildiyi ölkədə rəhbər olmaq hər kişinin işi deyil. Odur bax, ancaq gərək demokratik rəhbər olasan. İndi deyələmə, İlham Əliyevə yolunan qaz kimi baxırlar. Ermənistana isə, Paşinyana isə siyasi partnyor kimi baxırlar. Vəssalam. Çıxıb İlham Əliyev danışır. Nə də xoddanmı? Biz kimi Kənan Seyidov var. Şərəfli vətən qəhrəmanı Kənan Seyidov. Naxçıvanın korpus komandiridir. Bu vətən qəhrəmanı Kənan Seyidovu nəzarət altında saxlamaq üçün buna 2 dənə Kürd mavin göndəriblər. Göndərilən Kürd mavinlər, biri əvvəl korrupsiya nəyəsə görə qovulan adamlardandır. Deməli, biri Etibar Məhərrəmovdur. Kərəm Vəliyevin vaxtında qovuldu. Nazirlik məhkəməyə verdi. Kəşfiyyat pulu, subyekt pulu aldı 120 min civarında. Kod tapdı müşviqə. Bilirsiniz ki, orada bir şərəfsiz dığa oğlu dığa var. Dedilər ki, bu Türkiyədə oxuyubdu. Türkiyə sistemində bu rüşvət almayacaq. Türkiyə sistemində oxuyanlar rüşvət almırlar. Amma tam tərsi orduda ən rüşvətxor göt verənin biriymiş bu oğraş. Baxın bax, ordunu, şəxsi heyət bölmə rəisi də bu. Bu şəxsi heyət bölmə rəisidir. Kursantlardan korrupsiya nələr aldılar. Nəcməddinin baxına tapşırığı ilə kursantları ayağa qaldırdılar bu oğraşlar. Nəcmə türkləri, akademiyadan türkləri qovmaq üçün. Və sonra bunların yerinə məni verdilər. Bunları rədd elədilər aşağı vəzifəyə, güya, qoşunlara. Amma Nəcməddin bunun dalındaydı, nömrəvi zabit idi. Və bir onda gördüm ki, bunu göndərdilər Türkiyə ateşi. Polkovnik generala qədər qaldırdılar. Bütün Nəcməddinin və Müdafiə Naziri Zakir Həsənovun Türkiyədə olan bütün obyektlərini, otellərini, hamısını bu köpək oğlu, bu oğraş oğlu idarə eləyir. Hətta mənə də dedi ki, Natarsla qarşılaşdı Sumqayıtda, mənə də dedi ki, lazımdır daima Nəcməddinə deyim səhə vəzifə əzad nəsə eləsin. Dedim, mənə lazım deyil. Sağ ol, yolun açıq olsun, dedim. Və o qədər də bu ağzı çapıq göt verən, indi generaldır. Müdafiə Nazirliyinin şəxsiyyət bölmə rəisidir və özü də Kürddür. Və Müdafiə Nazirliyində bu adam gələndən korrupsiyanı qaldırdı. Qısacası bütün ordunun poxunu çıxartdı, korrupsiyanın içində elədi bu babu. Bu saat rütbə pulu da 3 dəfə qalxdı, vəzifə pulu da 3 dəfə qalxdı, peravod, yer dəyişmə pulu da 3 dəfə qalxdı. Bax bu gələndən. Bu yaxın vaxtlarda bunu böyük korrupsiya əməliyyatlarına görə Əli Nağıyev bunu ilişdirdi. Və bir ara dedilər ki, 2 eşşəyin arpasını bölə bilmir ha. Savadsız eşşəyin biridir. Rüşvət almaqdan başqa heç nə bacarmır. Zaten Müdafiə Nazirliyində olanların 90% elədi. Kursantlar bunu yaxşı tanıydı. Hərbi məktəbdə komandir rota olubdu. Sözüm indi ondan getmir. 6 milyon pul verdi Əli Nağıyevə. Bax bu göt verən, pulu verəni də bilirəm kimdir. Alanı da bilirəm. Əli Nağıyevə verdilər də. Ortada bir adam var. Necə? Hamısını bilirəm, hamısının Əli Nağıyev də hesabını verəcək, baba oğraş da hesabını verəcək bu yaxın vaxtlarda. Bax, həmən o Kənan Seyidov şərəfli korpus komandirinə 2 dənə mavin göndəriblər. İkisi də bunun kətçisidir. İkisi də pul topalayıb buna verib vəzifəyə gəlibdir. İkisi də Kürddür, ikisi də bəylərin adamıdır, Nəcməddinin adamıdır. Bir şərəfli generalı
bir şərəfli komandiri nəzarətdə saxlamaq üçün 2 dənə şərəfsiz qoyublar yanına. Biri budur. General-mayor Etibar Məhərrəmov. Bunu da mən yaxşı tanıyıram. Bir yerdə xidmət eləmişik, bununla bir yerdə xidmət eləmişik, amma götün biridir. Azərbaycan ordusunda həftənin bir günü kimya, kütləvi qırğın silahlarından müdafiə dərsidir, 1 saat olur, 1 saat. Hər həftənin 3-cü gün olmalıdır. Bu şərəfsiz, general, alçaq general, bütün korpusu protivagazda gəzdirir. Komandir briqadalara qədər, güya ki, canı yanan da orduya, bütün ordunu protivagazda gəzdirir. Həftənin 3-cü günü bir sutka protivagazda yatırdır, durğuzdurur, gəzdirir. Hama ölüsünə dirisinə söyür, dəyərli həmvətənlərim, Yezdi Kürdüdür. Korpus komandirinin ön xətt üzrə muavini ştatı açıldı. Bu şərəfsizdən başqa bir nəfər də generala verildi, nəzarətçi verildi. Bu polkovnik. Sifətinə baxın, baltıya oxşayır, baltıya. Baxın. Dəyərli həmvətənlərim, polkovnik Şəhadət İbrahimov. Yeni ştat açdılar. Axı şərəfli adama nəzarət lazımdır. Nəzarətə nəzarət lazımdır. Yeni ştat açdılar. Ön xəttdə nəzarət üzrə korpus komandirinin muavini. Korpus komandirinin ön xətt üzrə muavini ştat açıldı və bu yaramazı polkovniki eşələdilər, tapdılar. Bu da müşfiqin kətçisidir. Yezdi Kürdüdür. Gətirdilər bunu da qoydular generala nəzarətçi. Özünüzü ələ alın. Gözüm üzərinizdədir. Hər ikisi o neydi o şərəfsiz Şəhadət və o birisi Etibar. Siz olun, şəhadət barmağımı götünüzə soxaram. Özünüz qala bir yana, arvadınızın götünə soxaram. Düz əməlli xidmət eləyin, cəmaatın hisslərinlə oynamayın. Vətənin bu başı, o başı olmaz. Naxçıvandadır gözüm, sizin üzərinizdədir. Və salam. Və mən Naxçıvandan oradakılardan xahiş edirəm ki, bunların hər atdığı addımı mənə xəbərdar eləyəcək. Bir adam uvaliniya buraxırsa, onu da mənə xəbər eləyin.